Axşamınız xeyir, hörmətli futbol izləyiciləri. Bugün yenə sizin qarşınıza möhtəşəm oyunla gəlmişik. Birlik komandasının klublar yenə üz-üzədir. Göylər və ağlar. Artıq oyun birazdan başlayır. Dəqiqələr qalıb. Heyətlərlə sizi tanış edeyim. Ağlarda bugün qapıda Ayaz, müdafiə Müzəffər, Maksim, orta yarım müdafiə xətti Mövlan, İzzət və hücumda Bəhmanzadə Toğrul komandanın qol ümidi və oyun başladı. Göylərdə isə bugün qapıda Aslan, müdafiə xətti İman, Məhəmməd, yarım müdafiə xəttində Fariz, hücumda Elvin və yeni transfer Elşad Abbasov. Bəli, oyun başlayıb artıq, Göylər hücumdadır. Farizin zərbəsi burada. İzzətdən blok gəlir. İman topu itirdi, riskli hərəkət. Bəhmanzadə Toğrul. Qapıca təpədə çıxa biləcəkmi? Keçdi İmanı. Toğrul yox, burada Fariz müdafiəyə gəlir və komandasını xilas edir. Məhəmməd topladı sol cinahına Elvindən onu çıxarır, amma Müzəffər burada müdafiədə. Yaxşı oynadı, yeni transfer Paşayev Müzəffər. Ağlarda bugün müdafiənin keçilməz səddə olacaq. Fariz qeyri-dəqiq zərbə. Ağlar başlayır oyuna. İzzət ötürməsi. Müzəffər topladı. Müzəffərdən Maksim ötürdü Müzəffərə. Müzəffərdən İzzətə. Üzr istəyirəm. Mövlan ötürdü İzzətə. Müzəffər. Maksdan Müzəffərə. Bəli, ağlar müdafiədə oynayaraq Göyləri önə çıxartmaq istəyir. Gözəl ötürmələr. İzzət topladı. Qüvvətli zərbələri var. İzzət. Elvin burada Qurbanov komandasına kömək edir İmandan. Farizə riskli hərəkətlər, amma Aslan yerindədir. Ötürmə Məhəmməd topladı. Elvin rəqibini keçdi. Elvinin qapısı təpədə çıxıb Elvinin zərbəsi yox. Elvin təhlükəli epizod yaranmışdı, amma son anda Elvin qeyri-dəqiq zərbə yerinə yetirir. İndi isə ötürmə İzzət. Müzəffərdən uzaq ötürmə Maksim topladı. Maksim təhlükəli ola bilər. Maksim ötürməsi Toğrul. Bəhmanzadə Toğrul toplaqın yanından keçdi. Ayaqla oturmadı burada top. Hələ ki ağlar aktivdilər. Göylər əks hücuma bel bağlayıb bugün. Oyunun artıq 3-cü dəqiqəsidir, 0-0. Birlik komandasının klubları üz-üzədir. Mən olaraq qısaca ağlar və Göylər deyirəm. İman topun arxasındadır. İman Quliyev ötürmə və Maksim müdafiədə etibarlı oynayır. Bugün ağlarda müdafiədə iki keçilməz sədd var. Maksim Vaşenko və Paşayev Müzəffər. Məhəmməd ötürmə etdi. Elşad Abbasov. Elşaddan Aslan topladı. Ötürmə mərkəzə Fariz rəqibini keçə bilmədi. Top Göylərdədir. Məhəmməd ötürmə keçmir burada. Mövlan və burada qayda pozuntusu. Bəli. Oyuncular topmuşdu. İnşallah ki zədə yoxdur. Zərbəsi ağlar yerinə yetirir topun arxasında. Mövlan. Abbasov Mövlan. Zərbə və burada top keçdi. Göylər başlayır oyuna. İman ötürməsi Farizə. Fariz rəqibini keçə bilmədi burada. Mövlan icazə vermir. Yenə qayda pozuntusu. Tez başladı ağlar təhlükə ola bilər. Toğrul. Bəhmanzadə Toğrul. Toplaqın yanından keçdi. Artıq ikinci zərbəsidir. Hələ ki çərçivəyə düşə bilmir Bəhmanzadə Toğrul. Ağların qol ümidi hücumçusu Bəhmanzadə Toğrul. Göylər müdafiədə riskli hərəkətlər edir. Aslan burada topu çıxdı. Ağlar başlayır altdan. Toğruldan Mövlandan Maksim. Yenəcək burada Maksim. Top ayağına ilişdi və çıxır. Elşad ötürməsi Elvin, Qurbanov müdafiəyə gəlib komandasına. Hücum qurmaqda kömək edir. Fariz ötürmə İmanın ötürməsi keçmir burada. Elşad Abbasov. Elşaddan gözəl ötürmə Qurbanov Elvin topladı. Hava ötürməsi Məhəmməd. Yox, qapısı Ayaz yerindədir burada. Ayazdan uzun ötürmə. Mövlan topu saxladı. Çox gözəl saxlayır topu burada. Təhlükəli ola bilər. Bəhmanzadə Toğrul. Toğrul bir rəqibini keçdi. Toğrulun zərbəsi. Top qapının azacıq yarından keçir. İlk təhlükəli zərbə, ilk təhlükəli epizod ağlarda.
Artıq oyunun 5-ci dəqiqəsidir. 0-0. Çox gərgin bir oyundur. Maksim yenə müdafiədə etibarlıdır. Hava ötürməsinin qarşısını alır. Məhəmməd burada Müzəffəri keçəcəkmi? Yox. Out, amma top göylərdədir. Məhəmmədin hava ötürməsi. Burada heç kim yoxdur. Elşad çatmır topa. Təhlükəli ola bilər indi. Fariz ötürməsi Məhəmmədə. Məhəmməddən yenidən Farizə. Fariz. Elvin. Ay. Burada Elvin öz komanda yoldaşına əsəbləşir. Ötürmə vermədiyi üçün. Mövlan təhlükəli epizod ola bilər. Əks hücum Mövlan. Qapısı təpədə çıxa biləcəkmi Mövlan? Burada Fariz. Blok koydu topa. Aslan. Out. Göylər başlayır. Məhəmmədin ötürməsi. Elvindən İman təhlükəli ola bilər, yox. İndi yenə top göylərdədir. Elvin rəqibini keçdi. Elvin ötürmə. Gözəl Elşadın zərbəsi. Gözəl bir ötürmə Elvin Qurbanovdan, amma Elşad burada yaralana bilmədi epizoddan. %100 gol epizodu. Elşad Abbasov yeni transfer. Out. Göylər başlayır Elşad. Elşaddan ötürmə Məhəmməd. İfiri topu burada Toğrul. Məhəmmədzadə. Riskli ola bilər indi. Mövlan sola qədər topu qovaladı, amma out qazandırdı komandasına. Toğrul ötürməsi İzzətə. Burada Elşad müdafiədə gözəl oynayır. Elşaddan gözəl ötürmə. Qurbanov Elvin topladı. Elvin çəkdi sağına. Ötürməsi yenə Elşaddan. Elşaddan hava ötürməsi Elvin. Top göylərdədir. Yox, burada keçmir. Faris topa çatdı. Zərbəsi və burada Mövladən top. 3-cü zərbəsi. Ayaz yerindədir. Qapıda bugün Ayaz. Həsənov. Toğrul burada ilişdi. Amma ötürməsi də elə bir Müzəffər. Təhlükə ola bilər. 3-1 epizod. Müzəffər. Və burada çox təəssüf. Top çıxır Müzəffərdən. Out. Göyləri yerinə yetirir outu. Elvin Qurbanov. Elvindən gözəl ötürmə. Toğrul topu sağladı. Təhlükə ola bilər. Mövlan Abbasov. Oyun hesab açılır, ağlar. 8-ci dəqiqədə hesab açır. Toğruldan gözəl ötürmə. Mövlan Abbasov yenə öz sevimli sağ cinahında qüvvətli zərbə ilə komandasını 1-0 önə keçirdi. Göylər başladı oyuna. Basov ötürməsi Aslan. Aslandan hava ötürməsi Məhəmməd. Daha bir hava ötürməsi. Gözəl saxla top burada. Mövlanın zərbəsi. Gözəl düşünmüşdü amma top ayağına oturmadı burada. Daha bir hava ötürməsi. Müzəffər burada müdafiədə etibarlı oynayır. Mövlan təhlükə ola bilər. 3-3 gedirlər. Ötürmə Toğruldan Mövlana gözəl hücum və Aslan yerindədir. Aslan oyuna qayıtdı. Mövlan ağlar hücumdadır. Qeyd edim ki 8-ci dəqiqədə ağlar hesabı açdı. Mövlan Abbasov hesabı açır. Ağlar 1-0 öndədir. İndi isə top çıxdı. Simin ötürməsi Müzəffərdən Ayazdan gözəl ötürmə, amma Elvin burada topu saxlasa da itirir. Mövlan keçə bilmədi Elvin burada. Təhlükə ola bilər. Elvin Qurbanov. Maksim icazə vermir. Ukraynalı legioner bugün möhtəşəm oynayır müdafiədən. İzzət Məmmədliyə ötürmə. Toğrul qaytarır İzzətə. Yox, keçmədi burada. Təhlükəli hücum ola bilər. İman topladı. İmandan ötürmə. Elşad. Elşad Abbasov gözəl düşünmüşdü, amma Müzəffər icazə vermir. Out. Göylər başlayır oyuna. Elşad. Müzəffər yenə icazə vermir burada. Elşaddan hava ötürməsi. Qurbanov Elvin. Gözəl düşünülmüş bir hücumuydu. Elşad Abbasovdan kreativ bir ötürmə, amma Elvin Qurbanovun dəxti gətirmir. Top qapının üstündən keçdi. 1-0 ağlar öndədir. Artıq ilk hissənin 10 dəqiqəsi bitib.
Ayazdan mərkəzə ötürmə, Mövlan itirdi burada topu, təhlükəli ola bilər. Mövlan ama topu geri aldı. İzzət meydanın mərkəzində topladı İzzət, ötürməsi Mövlandan gözəl ötürmə ama Aslan da burada. Ötürməni hiss elədi və qapıdan çıxaraq müdafiəçi kimi topu çıxartdı. Ağlar başlayır. Müzəffərin zərbəsi Aslan yerində. Sakitcə topu ayağı saxladı. Aslan. Göylərin qapıçısı və golkiperi. Aslan. Yox, ötürməsi qeyri dəqiq. Ağlar başlayır oyuna. Müzəffər. Ötürməsi. Maksimdən Ayaza. Özbekistanlı qapıcı Ayaz Həsənov. Gözəl ötürmə indi Bəhmanzadə Toğrulun zərbəsi və top qapının yanından keçir. Yenə bu gün Bəhmanzadə Toğrulun hər iki bəxti gətirmir. Ağların 9 nömrəsi qol ümidi. Ötürmə Elşad Abbasov, Elşad topladı. Elşaddan qüvvətli zərbə və son anda Ayaz Həsənov. Özbekistanlı qapıcı yerindədir. Şün zərbəsi Göylər. Elvin ötürmə. Burada Maksim topu çıxardır. Maksim bugün müdafiənin sağ cinahında çox etibarlı oynuyor. Keçilməzsən. Maksim Ivashenko. Ukraynalı legioner. Moskva Lokomotivindən transferi birlik komandasının. Elşad Abbasov topun arxasında. Şün zərbəsi Göylər. Elşad. Gözəl hava ötürməsi. Çatmadı burada. Amma top Fariz'e de Fariz. Bitirdi burada. Təhlükəli ola bilər indi. Əks-hücum 2-1. Mövlan Abbasov sağ cinahla Mövlan rəqibini keçdi Mövlandan ötürmə. Bəhmanzadə Toğrul. Toğrul nə edir burada? Ötürməsi İzzətə. İzzət qüvvətli zərbələri var. İzzət gözəl ötürmə Toğrula və burada Aslan icazə vermir. Amma top yenə ağlardadır və burada amansız mübarizə gedir top uğrunda. Top hələ də ağlardadır. Zərbə və burada Elşad Abbasov blok qoyur topa. Gözəl bir reaksiya Elşad Abbasovdan. Top qapıya gedirdi və Elşad Abbasov blok qoyaraq topu çıxartdı. Kün zərbəsi Ağlar. Ötürmə yenə burada yox. Top çıxmır. Aslan icazə vermədi indi. Hava ötürməsi. Gözəl ötürmə Elvin Qurbanov. Çatır bu topa Ayaz. Özbekistanlı qapıcı. Top onun nəzarətində çıxdı. Maksim Ivashenko ötürmə. Səhv müdafiədə Ağlardan. Göylər out yerinə yetirir. Elşad Abbasov. Gözəl hava ötürməsi. Maksim yenə burada. Keçilməz səd. Elşaddan ötürmə. Elvin Qurbanov. Yenə Özbekistanlı qapıcı yerindədir. Uzun boyu ilə üstünlük yaradır ona. Topu çıxdı və aldı. Özbekistanın Paxtakor komandasından transfer edilib. Ayaz Həsənov. Ötürmə mərkəzə. Mövlan Abbasov ötürmə. İzzət topladı İzzətdən qüvvətli zərbə Aslan. Golkiper yerindədir. 9'a gelen topu yumruğuyla çıkarttı. Kün zərbəsi. Gözəl ötürmə. Çox gözəl düşünmüşdü burada Bəhmanzadə. Toğrul ama Maksimin bəxti gətirmir. Göylər başlayır oyuna. Aslandan hava ötürməsi. Burada Elşad. Yox. Yenə Özbək qapıcı yerindədir. Mövlan Abbasov rəqibini keçdi. Təhlükə ola bilər. 3'ə 2 gedirlər. Bəhmanzadə Toğrul gözəl ötürmə. İzzət topu saxladı. İzzətin qüvvətli zərbəsi və burada Məmmədli İzzət. Kün zərbəsi Ağlar yerinə yetirir. Son anda Fariz deyəsən burada ayaq qoymuş topa. Kün zərbəsi. İzzət ötürmə Maksim boy satmadı burada. Out Göylər başlayır. Aslan. Gözəl ötürmə Aslandan. Qurbanov Elvin. Top qapının yanından keçdi. Gözəl düşünülmüş bir hücum idi. Anidən təbədə çıxdı qapıcıyla Qurbanov Elvin amma bəxti gətirmir. Hələ ki Qalyador susqundu bu oyun. Mövlan sağ cinahlı irəliyir. Mövlan gözəl ötürmə Aslan. Top yenə ağlardadır. Hücum davam edir. Bəhmanzadə Toğrul çəkdi sağına. Toğrul ötürməsi Mövlan Abbasov ötürmə İzzətdən Mövlana və gözəl bir hücum. Gözəl ötürmələr amma son anda top Azadlıq qapının yanından keçdi. Göylərin bəxti gətirir burada.
Aslan, Fariz. Farizin ötürməsi. Və indi Özbək qapıcı Ayaz Həsənov yerindədir. 50 oyun Elşad Abbasovun əlinə dəyir burada top. Cərimə zərbəsi, topun arxasında təbii ki Bəhmanzadə Toğrul. Canlı set, göylər canlı set qurmaq istəmir deyəsən. Bəhmanzadə Toğrul və qapıcı Aslan. Artıq neçənci dəfədə qapısını Real qoldan xilas edir Aslanlı Aslan. Bugün gözəl oynayır, qol bıraxsa da %100 epizodları çıxardıq bugün. Ağlar, İman buradan müdafiədə gözəl oynayır, topu çıxartdı out. Ağlar başlayır, Maksim, ötürməsi Mevlan. Mevlandan Maksim'e ötürmə Maksim. Maksim burada Elşad topu saxlayıb. Gözəl yenə ötürmə Elvin Qurbanov. Yox, Ayaz qapıcı çıxdı yerindən. Topu çıxartdı müdafiəçi kimi. Yenə top ağlardadır. Gözəl hərəkət ola bilərdi amma keçmir burada. Ötürmə Elvin Qurbanov və Başayev Müzəffər komandanısını xilas etdi. Məhəmməd, Məhəmməd, gənc futbolçu, U19 komandasından əsas komandaya transfer edilib Məhəmməd. Gözəl hava ötürməsi, Mövlan Abbasov topu saxladı, Mövlan topladı, Mövlan ötürmə, İzzət, Məmmədli İzzət ötürmə, Bəhmanzadə Toğrul, gözəl düşünmüşdü amma. Göylərin hündürboy müdafiəçisi İman icazə vermədi burada. Başayev Müzəffərin zərbəsi müdafiədən blok. Daha bir zərbə Aslan yenə yerindədir. Aslanlı Aslan. Aslan kim oynayır bugün? Topların qarşısını kəsir. Mövlan Abbasov gözəl hərəkət. Mövlan yenə Aslan. Paşayev Müzəffər. Çox getdi yuxarıyla. İndi yenə gözəl ötürmə Qurbanov Elvin. Topu saxlaya biləcəkmi? Yenə Müzəffər burada icazə vermir. Özbək qapçı başladı oyuna. Ayaz ötürməsi. Toğruldan sağ cinaha. Mövlan Abbasov topladı. Mövlan ötürməsi Maksim. Maksimdən İzzətə gözəl paslaşmalar. Bəhmanzadə Toğrul. Ötürməsi sağ cinaha. Mövlan. Təhlükə ola bilər. Gözəl düşünülmüş bir hücum. Ağlarında, mərkəzdə çox gözəl ötürmələr var. Çox gözəl divar ötürməli ilə rəqibin cərimə mərkəzinə yaxınlaşırlar, amma son anda, son nöqtəni qoymaqda çətinlik çəkirlər. Bugün Ağlar daha aktivdir bugün, hücumda daha kreativdir, ötürmələri çox gözəldir. Amma hələ ki hesab 1-0 Ağların xeyrinədir. İkinci hissədən artıq 17-ci dəqiqəsidir. Son 13 dəqiqə birinci hissənin bitməyinə. Ayazın ötürməsi Paşayev Müzəffər və burada top Müzəffərdən çıxır. Elşad topun arxasında Elşad Abbasov. Elşaddan mərkəz ötürmə Aslanlı Aslan burada blok gəlir. Məmmədli İzzət. Topun arxasında Farizdən Aslan ötürmə. Aslan riskli hərəkət burada və qapıda təbdiyə çıxıblar burada ötürmə Bəhmanzadə Aslan. Sən nə edirsən Aslan? Bəli, hər şey qaydasındadır, çox şükür, hər şey qaydasındadır. Oyun başlayır, Ağlar bütün zərbəsini yerinə yetirəcək. Toğrulun ötürməsi və burada İzzət bəxti gətirmədi. Gözəl düşünülmüş bir ötürmə idi. Amma bəxti gətirmir burada Toğrulun. Qapıcı İman ötürməsi Elvin yox. İzzət qoydu topu, amma top yenə göylərdədir. İmandan hava ötürməsi və burada təhlükə ola bilər top. Bəli, Elşad Abbasovun nəzarəti altında. Yox, əllə oyun var burada. Bəli, qayda pozuntusu cərimə zərbəsini göylər yerinə yetirir. Təhlükəli bir yerdəndir özdə. Topun arxasında Elşad Abbasov. Zərbəni kim yerinə yetirəcək? Aslan və gol! Gözəl bir zərbə. Cərimə zərbəsindən göylər hesabı bərabərləşdirir. Aslanlı Aslan. Dubayın Əl-Duhlal komandasından transfer edilən Makedoniya əsilli Türk futbolçu Aslanlı Aslan. Qeyd edim ki, Əl-Duhlalda keçən sezon 32 oyuna 8 gol və 15 gol ötürməsi vermişdi. Azad agent statusu ilə birlik komandasına transfer oldu. Aslanlı Aslan 1-1 və burada meydanın mərkəzində Bəhmanzadə Toğrulun ayağı sürüşdü və Elvin ayağına dəyərək
Bəli. Fariz topladı Göylər. İkinci sən artıq 22, birinci sən artıq 22-ci dəqiqəsidir. Hesab 1-1'dir. Göylər topladı. Elvin Qurbanov, Qalyador, hələ ki bu gün susqundur. Meydanın mərkəzində amansız mübarizə gedir top uğrunda və yenə ağlar topu qazandı. Bəhmənzadə ötürməsi Ayaza, Ayaz topladı və burada top çıxır. Özbekistanlı futbolçu meydandadır. Altı yerini getirir. Maksim Ukraynalı legionerdən gözəl ötürmə və burada davanlı ötürməsi keçmir. Aslan icazə vermir. Gözəl ötürmə, Aslan yine topun qarşıdır amma Maksim icazə vermədi indi. Maksim Ukraynalı legioner fərqlənməyə yaxın idi. Moskva Lokomotivində 2 qat Rusiya çempionu olmuş Maksim Ivashenko. Rusiya vətəndaşı olsa da sonradan Azərbaycan milli komandasını seçdi. Milli komandada 15 oyuna 1 qolu var. Burada qapıcı Mevlan bugün qapıya keçdi bugün. Oyunda elə də aktivlik yoxdur. Gol baxımından qıtlıq var, 1-1'dir. Artıq birinci hissənin bitməyinə 6 dəqiqə qalıb. Sağ cinahda Farizin ötürməsi. Burada Müzəffər icazə vermir. 1-1'dir hesab. Oyunda hesabı Abbasov Mevlan açmışdı. Daha sonra isə cərmə zərbəsindən Aslan gözəl bir gol vurdu. İndi təhlükə ola bilər. Gözəl ötürmələri burada. Ayaz ötürməsi İzzət. Qapıcı yerindədir. Daha bir zərbə yenə qapıcı İman xariqələr yadır qapıda. 2 dənə dalmadal %100 epizodunu çıxartdı İman. Manguliyev hava ötürməsi və burada qapısı yerindədir. Mevlan Abbasov topladı. Mevlan ötürməsi Bəhmanzadə 9 nömrə bugün susqundur. Bu dəqiqələrdə hələ ki fərqlənməyib. Hava ötürməsi Ayaz Həsənov, Ayazın başla zərbəsi və burada top qapı yanından keçir. Gündürboy olsa da baş zərbələri vurduğu gol demək olar ki yoxdur. Topun arxasında kimdir? İmanın ötürməsi Elşad, İmandan mərkəz ötürmə Elvin Qurbanov, Elvin hava ötürməsi Fariz topu buradan saxlaya biləcəkmi? Müzəffər icazə vermir, müdafiədə gözəl oynadı. Müzəffər topladı ötürməsi Ayaz. Bəli. Qeyri dəqiq zərbə Həsənov Ayazdan. Qüvvətli amma qeyri dəqiq. O topu saxladı burada Ayaz. Təhlükə ola bilər İzzət, Məmməd İzzət. Uzaqdan gözəl zərbələri var. Daha bir zərbələrindən birini nümayiş etdirir. Hiləgər bir zərbə. Qapının sağ altlığına yerlə gözəl zərbə indirir və komandası 2-1 öne keçirdir. Ağlar 2-1 öndədir. İlk hissənin son 5 dəqiqəsi. Elvin Qurbanov, Aşayev Müzəffər bugün müdafiədə gözəl oynuyor. Təhlükə ola bilər amma yox. Müzəffər yenə icazə vermədi. Elşad Abbasov topun arxasındadır. Hava ötürməsi və saxladı Aslan topu burada. Aslan tabanı ilə keçmir. Top yenə Aslandadır. Aslandan Elşad ötürmə Elşadın ötürməsi Elvin qaytardı Elşada. Elşad yenidən Elvinə. Elvin gözəl Qalyador Qurbanov Elvin. Qurbanovlar nəslindən elə belə oyuncu çıxmır. Bəli, daha bir Qurbanov Elvin. Birlik komandasının Qalyador komandasının ikinci golunu vurur. 2-2. İlk hissənin son dəqiqələrində hər iki komanda nəhayət ki gol vurur. 2-2'də hesab. İlk hissənin son 4 dəqiqə. Müzəffər. Yox, ötürməsi keçmir burada. Top Göylərdədir. Aslan topladı Aslan gözəl ötürmə Elvin topu saxladı. Qurbanov. Qapıcı yerindədir isə. Gözəl bir hücum uydu. Aslan ötürməsi burada. Müdafiədə Bəhmanzadə. Out Göylər başladı. Məhəmmədin ötürməsi burada. İzzət yerindədir.
İndeks uzun ola bilər. 3-2 gəlirlər Ağlar. Ötürmə. Ayaz topu saxladı. Ayazın zərbəsi qapı dirək. Sanov Ayaz. Baxtakorun keçmiş futbolçusu. Birlik Kubokunun qalibi. Özbəkistan komandasında 7 oyun keçirdib və qırmızı vərəqə alması ilə seçilib. Qolu yoxdur. Mövlan topu saxladı. Mövlan ötürməsi Maksim Toğrula, Toğrul gözəl bir keçid Toğruldan. Sağ sırağa Mövlan təhlükə ola bilər. Mövlan Abbasov top yanından keçdi. Çox təəssüf. Göylər başlayır oyuna. İlk hissədə son 2 dəqiqə. 2-2 də hesab. Oyunda 2 dəfə Ağlar önə keçsə də Göylər sonradan hesabı bərabərləşdirir. Bəli, oyunun uzatılmasıyla bağlı hakimə öz etirazını bildirir Mövlan Abbasov. Aslan başladı oyuna. Top Göylərdədir. Elşad Abbasov. Elşad. Top ondadır. Hava ötürməsi burada Məhəmməd. Müzəffərin nəzarət altında top çıxdı. Ağlar başlayır oyuna. İzzət qapıdadır. İzzətdən gözəl ötürmə. Bəhmanzad Toğrul topu saxladı. Toğrul ötürməsi. Aslan icazə vermir burada. Top Aslandadır. Aslandan Elvin ötürmə. Qurbanov təhlükə ola bilər. 3-2. Ay keçmir burada. Toğrul ötürmə. Mövlan sol cinahdadır. Gözəl zərbə. Gözəl düşünmüşdü. Çox təəssüf. İman Quliyev qapıdadır. Ötürmə mərkəzə. Aslan. Makedoniyalı futbolçu topladı. Aslanın ötürməsi. Gözəl ötürmə. Məhəmməd çadır mı? Yox. Əl-Duhlal komandasından keçmiş futbolçusu Aslan. Mövlan. Mərkəzdədir Mövlan. Mövlan topladı. Rəqiblərini keçir. Yox. Elvin icazə vermir. Təhlükəli ola bilər. Sağ cinahda Fariz Mustafayev gözəl ötürmə. Məhəmmədin zərbəsi. Məhəmməd. Gənc futbolçu 19 komandasından yeni cəlb oldu əsas komandaya. İlk oynadı bugün. Təbii ki, həyəcan da hiss olunur Məhəmməddə, amma komanda yoldaşları ona dəstək olur və indi Ağlar müdafiədə gözəl oynadılar. Ötürmə mərkəzə Toğruldan Müzəffər götürdü. Gözəl ötürmə Bəhmanzadə Toğrul. Bu dəqiqələ qədər hələ ki Toğrulu bəxti gətirmir. Ağların 9 nömrəsi. Ötürmə Aslan topladı Aslan Toğrulu keçir amma isim icazə vermir. Mövlan topu saxladı. Təhlükəli ola bilər Mövlan. Müdafiədə gözəl oynadılar indi. Göylər, hücum. Elvin, Elvin. Bitirdi burada topu. Məhəmməd. Keçmir burada amma yox. Top Ağlardadır. Yox, Göylərdədir, üzr istəyirəm. Altdan başladılar. Elşad Abbasov, Elşadın ötürməsi keçmir. Top yenə Elşaddadır. Ötürmə. Məhəmməd rəqibini keçdi və burada qayda pozuntusu. Yox, qayda pozuntusu yoxdur. Top çıxır alt. Üzr istəyirəm. Qapıcı zərbəsi Ağlar topladı. Ötürmə. Keçmir. Alt. Göylər başlayır oyuna. Elşadın ötürməsi Fariz Mustafayev və top çıxır burada. Out, Mövlan ötürməsi Maksimdən Mövlan topladı. Gözəl Mövlan, 3-1 Ayaz deneyəcək burada. Həsənov Ayazın ötürməsi Mövlan və gol! Mövlan Abbasov dubl edir bu oyunda və komandasını 3-2 önə keçirdir. Öz komandasında ləqəbi var Mövlanın. Məhəmməd Mövlan sağ cinahın. İndi isə Göylər başladı oyuna. Aslandan hava ötürməsi və burada Maksim yenə Ukraynalı legioner topu çıxardır. Gün zərbəsi Elşaddan Elvinə. Elvin Az öncə ikinci qol vurduğu qoldan təkrar
vura bilərdi. Ona oxşar bir gol izləyə bilərdi, amma top qapının yanından keçir bu dəfə. Bəli, artıq ikinci hissəyə başlayıb. 3-2, Ağlar öndədir. Ağlarda Mövlan 2 gol vurub. İzzət 1. Göylərdə isə Aslan, Makedoniyalı legioner zərbəsindən fərqlənib və Qurbanov Elvin və risklərkən, amma Ağların bəxti gətirir. İkinci qol isə Göylərdə Qurbanov Elvin vurub Qalyadov. 3-2-də hesab Ağların xeyrinə. İkinci hissədən izləyirik. Ayaz topu saxladı, gözəl ötürmə və Mövlan Abbasovdan gözlənilməz bir səhv. Boş qapıya. Nişan ola bilmədi topu boş qapıya. Aslan topladı. Aslan ötürməsi Fariz. Riskli hərəkətlər Farizdən. Fariz və out. Ağlar outdan başlayır. Ötürmə Ayazın zərbəsi və yenə qeyridə bir zərbə. Ayaz Həsənov. Ötürmə. Müzəffər yerindədir Paşayı. Qurbanov Elvin, topladı Elvin. Ötürməsi Farizə. Fariz yenidən evinə çıxardır, amma Müzəffər icazə vermədi. Toğrul, gözəl ötürmə Toğruldan. Mövlan onu qaytarır, amma Aslan icazə vermədi. İndi Göylər hücumdadır. Aslan gözəl ötürmə. Elşad Abdullayev, Elşad Abbasov. Və Elşad Abbasovun zərbəsi və top azacıq qapının üstündən keçdi. Ağların bəxti gətirir. Maksim ötürmə. Bəhmanzadə Toğrul. Sol cinaha ötürmə. Paşayev Müzəffər topladı ötürmə. Mövlan Abbasov, Mövlan. Top hələ də Mövlandadır. Ötürmək üçün komanda yoldaşlarını axtarır. İvaşenka ötürmə. Fariz saxladı. Elvin Qurbanov, Elvin topladı. Qurbanov çəkdi sağına. Ötürməsi Məhəmməd rəqibini keçdi, amma mərkəzdə top itirildi. Aslan qaytarır Elvinə. Elvin çəkdi sağına. Elvin Qurbanov Elvin qapçı yerindədir. Qüvvətli zərbə. Amma qapçı İzzət yerindədir. Məhəmmədli İzzət. Maksim qaytarır İzzətə. İzzətdən gözəl ötürmə. Ayaz Həsənov. Gözəl düşünülmüş bir hücumuydu. Aslan topladı. Aslandan gözəl hava ötürməsi və qapçı yerindədir. Müzəffər ötürmə Ayazın ötürməsi. Aslan saxladı burada topu. Müdafiədə gözəl oynayır ki Aslan mərkəzdə topu irəli. Gözəl ötürmə Qurbanov Elvinə, amma Paşayev icazə vermir. Və Maksim alır topu. Ağlar hücuma gedir. Gözəl ötürmə. Mövlan topu saxladı. Mövlan çəkdi sağına. Mövlan top elə də ondadır. Mövlan Ayazın zərbəsi. Həsənov Ayaz yenə qeyri-dəqiq zərbə. İman ötürmə. Aslan ötürmə. Elşad Abbasov topladı. Məhəmməd rəqibini kəsə bilmir və qayda pozulur. Topun arxasında Mövlanın ötürməsi. Toğrul gözəl keçdi rəqibini burada Toğrul. Top Toğruldan 3-1 gəldi Ağlar. Bəhmanzadə Toğrul nəhayət komandasının 4-cü özünlük qolunu vurdu. Ağlar 4 hesabı ilə keçir. Bəhmanzadə Toğrul rəqibini çox gözəl keçdi. Topu saxladı və o möhtəşəm sol ayağı ilə dördüncü golunu vurdu. Mərkəzdən başladı Göylər. Elşad Abbasov ötürmə Elvin. Maksim icazə vermir yenə Maksim. Bugün Ukraynalı legioner müdafiədə çox etibarlı oynayır. Keçilməz səhvdir. Gözəl ötürmə burada Fariz. İcazə vermir. İkinci zərbəsi. Fariz. Mövlan təhlükəli ola bilər. Mövlan Topun yanından keçdi.
Aslan. Qapıdadır Aslan. Fariz. Fariz Ayazı keçir. Məhəmməd, Elşad. Elşad Abbasov, Elşad Abbasov! Yeni transfer. İlk oyunda ilk golunu vurur Elşad Abbasov. Neftçi komandasından transfer edilen Elşad Abbasov. Göylərin 3-cü golunu vurur. 4-3'te hesap. Ağları başladı oyuna. Maksim. Ötürmə. İzzət. İzzət topladı. İzzətdən ötürmə. Mövlan. Mövlan. Oy. Burada ayağa zərbə vardı. O top ağlardadır. Hücum gedir. Məhəmməd. Məhəmmədin ötürməsi. Risk eləmədi Aslan burada. Ama top. Toğrul saxlayır topu burada. Məhəmmədzadə Toğrul topladı. Qarşısında Elvin. Toğrul. Toğrul sol canlı irəliləyir. Toğrul gözəl ötürmədə. Aslan yerindədir. Fariz gözəl çəkdi burada. Fariz rəqibini 2-1 gəlir Göylər. Təhlükə ola bilər. Elvin Qurbanov ötürməsi. Maksim Ivashenko. Ukraynalı legioner komandasını xilas edir burada. Ukraynalı keçilməz sər. Ivashenko Maksim Petrovic. Manzadı Toğrul ötürmə. Maksim gözəl gördü burada Ayazı. Ayaz! Ay. Həsənov Ayaz. Top qapının yanından keçir. Aslan hava ötürməsi. Elvin topu saxlayır mı? Yox. Saxlaya bilmədi burada. İzzət. Ötürməsi Ayaz Həsənova. Sol canlı irəliləyir Ayaz. Ötürmə İzzətə. İzzətdən gözəl ötürmə. Amma yox burada. Out. Ağlar başlayır. Maksim ötürmə. İzzət gözəl ötürmə Mövlana. Mövlan. Ay. Yanından keçir Azazıq. Qapı dirəyini sıyırdı top. Göylər hücuma keçir indi. 4-3'te hesap. Göylər geridədir. Elvin ötürmə Maksim Ivashenko. Ukraynalı. Keçilməz sənd yerindədir. Son illərdə birlik komandasının ən uğurlu transferlərindəndir. Rusyada oyun təcrübəsi var. Moskva Lokomotivi 2 qat Rusiya çempion olub. Və təhlükə ola bilər burada Elvin ötürməsi. Son illərdə Ukrayna futbolunu yetişdirdiyi parlaq oyunculardandır Maksim Ivashenko. Ayaz topu saxlaya bilmir. Göylər outdan başlayır ötürmə. Elşad Abbasov topladı Elşaddan gözəl ötürmə Məhəmməd və burada top gənc oyuncusunun əlinə dəyir. Məncə artıq dəyişiklik zamanıdır. Amma top yenə Göylərdə də Elşad Abbasov ötürməsi keçmir burada və 50 oyun. Mövlan Abbasov, hakim Mövlan Abbasova sarı kart verdi. Ağlarda ikinci sarı vərəq alan oyuncudur Mövlan Abbasov. Cərmə zərbəsi. Yenə Aslan mı gələcək topun arxasına? Yenə Aslan mı var topun arxasında? Bəli, kapitan Makedoniyalı legioner. Amma yox, Fariz. Ay. Fariz burada kuryoz bir səhv etdi. Təhlükə ola bilər indi bu ötürmə Mövlan Abbasov. Ayaz Həsənov. Özbək legioner. Golunu vurur bu oyunda. 5-3. Ağlar top fərqini 2 topa qaldırır fərqi. Güzel zərbə. Boş qapıya Həsənov Ayazdan. Fariz itirdi burada topu. 5-3'te hesap. Ağlar öndədir. İzzət topladı. Gözəl ötürmə. Mövlan çatıb o topa burada. Çox təəssüf. Aslan topladı. Aslandan gözəl ötürmə. Elvin topu saxladı. Elvin Qurbanov yox itirdi. Əks hücum təhlükə ola bilər. Toğrul gözəl ötürmə. Mövlan Abbasov. Xətlik edəcəkmi Mövlan? Mövlan Abbasov burada Ayazın arxasına indirdi zərbəni. İnşallah ki Ayaz yaxşıdır və gol! Məmməd İzzət dubl edir bu oyunda. İzzətcan komandasının 6-cı golunu vurur.
6-3. Ağlar öndədir. Qurbanov Elvin. Oy oy oy. Bəli, Ağlar. Bu oyun həqiqətən hücumda çox dinamik oynayırlar. Gözəl ötürmələr edirlər. Divar ötürmələrin üstünlüyü verirlər. Göylər isə ancaq əks hücuma bel bağlayıb. Məhəmməd topladı ötürmə Farizə. Fariz. Qayda pozuntusu var idi orada. Ötürmə. Mərkəzdə Aslan topladı. Aslan və oy oy oy. İvaşenko Maksim topu çıxardır. Bəli, Toğrul. İzzət gözəl keçdi. Gözəl ötürmə İzzətdən. Ayaq topa çatacaq mı? Yox. Burada Elşad Abbasov icazə vermir. Ay, çox kobud səhv qol nəticələnə bilər. Mövlan Abbasov və Aslan. Topa blok qoydu. %100 qolun qarşısında var Aslan. Ayaz. Hava ötürməsi. Yox. Qeyri-dəqiq ötürmə. Altdan Göylər başlayır oyuna. Farizin ötürməsi. İman Quliyev. İman ötürmə. Elvin. Rəqibini keçdi burada Elvin. Ötürmə gözəl ola bilər və gol! Gənc futbolçu Məhəmməd U19 komandasından cəlb edilən Məhəmməd ilk oyununda ilk golunu vurur. İnşallah ki karyerasında davamlı olar. 42 nömrəsi ilə çıxış edən Məhəmməd. 6-4. Göylər hesab arasındakı fərqi 2 topa edir. Ötürmə burada Elşad Quliyev yerindədir. Out. Ağlar başlayır oyuna. Mövlan Abbasov topladı. Mövlan ötürməsi İzzət. Aslan burada icazə vermir ona. Və out. Ağlar başlayır. İzzət ötürmə, gözəl ötürmə. Mövlan Abbasov çəkdi sağına. Mövlan Abbasov. Oy oy oy. Rəqibini çox gözəl keçdi. Qüvvətli zərbə indirdi amma bəxti gətirmir. Top qapının üstündən keçdi. Topun arxasında Elşad Abbasov. Elşadın ötürməsi Elvin Qurbanov. Elşad. Fariz topladı. Mustafa Fariz rəqibini keçdi. Fariz sağ cinahla Fariz. Gözəl ötürmə və Məhəmməd ikinci qol vurmağa yaxın idi. Mövlan Abbasov. Gözəl ötürmə. İzzət. Yorğunluqda sözünü deyir. Topu ayağın altından buraxdı. Ötürmə Aslan. Mərkəzdə Aslan. İki rəqibindən keçdi Aslan. Gözəl ötürmə Fariz Mustafayev. Ötürmə və oy. Gözəl hücumuydu amma son anda Məhəmmədin bəxti gətirmir. Gənc futbolçu fərqlənə bilmədi. Doğru. İman. İtirdi və burada qayda pozuntusu. Bəli. Bəli, burada azarkeşlərdən də nalayiq sözlər. Həsənov Ayazın ünvanına. Ötürmə Paşayev Müzəffər gözəl ötüb düşünmüşdü amma yox. Ayaz. Həsənov Ayaz. Başa düşmədi burada Müzəffəri. Elşad Abbasov topladı. Ötürmə. Elvin Qurbanov. Ötürmə. Aslan sürətli oyuncuda Aslan. Bakıda oynayır. Ötürmə Elvinə. Elvindən gözəl ötürmə. Məhəmməd topu saxladı. Məhəmməd denizə burada. Paşayev Müzəffər. Müdafiədə inamlı oynayır o da. Maksimum İvaşenko kimi. İki keçilməz səd və burada Həsənov Ayaz yenə fantastik hərəkətlə topu çıxardır oyundan. Mustafa Fariz. Elvin Qurbanov. Oy. Elvin Qurbanov. Bəxti gətirmədi burada. Gözəl zərbə indirmişdi amma qapı dirəyi Ağların bəxtinə imdadına çatır. Göylərin də bəxtinin üstündən xət çəkir. Fariz Mustafayev topladı. Fariz ötürmə Elvin Qurbanov. İrəliyir Qalyador topladı. Elvin. Top hələ də ondadır. Elvin. Burada Ayaz müdafiədə inamlı oynayır. Ötürmə əks hücum təhlükəli ola bilər. Toğruldan ötürməm. Aslan icazə vermir. İndi Aslan topladı. Gözəl ötürmə. Ayaz və təbii ki topu tuta bilmir. Top oyundan çıxdı. Özbək futbolçu artıq yorulub.
Elvin Qurbanov ötürmə. Faris çatmır, İzzət gözəl oynadı burada. Gözəl ötürmələr burada amma Aslanlı Aslan Makedoniyalı futbolçu icazə vermir. Əl-Duhlal komandasından transfer edilən Aslanlı Aslan. Ötürmə. Maksim. Paşayev Müzəffər. Müzəffərdən Doğrula. Doğruldan ötürmə. Gözəl ötürmə. Mövlan Abbasov topladı. Rəqibini keçdi. Mövlan ötürmə. İzzətə İzzət. İzzət topladı. İzzət çıxardı Ayaz'a. Ayaz və burada qapısı Elşad. Yerindədir. Ayaz 1 metr məsafədən topu qapıya göndərə bilmir. Çox təəssüf. 6-4 Ağlar öndədir. İkinci hissədə son 15 dəqiqə. Mövlan. Mövlan. Ay. Müzəffərin ayağına oturmur burada top. İndi hücum yox. Yarıda qaldı. Ağlarda top. Müzəffər ötürmə. İzzət. İzzət mərkəzə ötürmə. Mövlan topu saxladı. Mövlan Abbasov. Mövlan topladı. Mövlan ötürməsi yox. Aslan topladı. Əks hücum təhlükəli ola bilər. Aslan gözəl ötürmə. Yox. Doğru. Müdafiədə komandasına köməklik göstərir Bəhmanzadə. Out Göylər. Elvin Qurbanov. Elvin. Topladı Elvin. Elvin. Gözəl hərəkətlər amma yenə burada Paşayev Müzəffər blok qoyur Elvinə. İcazə vermir keçsin. Doğru riskli hərəkətlər Ağlardan. Müzəffər ötürmə. İzzət topu saxladı. Ötürməsi mərkəzə. Mövlan qaytardı İzzətə. Təhlükəli ola verindi. İzzət topladı sol cinata. İzzət qapısını keçdi. İzzət. Ay İzzət. Çox təəssüf. Gözəl bir qol olardı əgər alınsaydı. Top ayağına oturmadı son anda. Gözəl ötürmə Abbas. İndi əks hücum təhlükə ola bilər. Elvin Qurbanov burada. Mövlan itirdi. Yox, out. Ağlar hücuma gəlir. İzzət ötürməsi keçmir burada. Aslan topladı. Aslan itirdi burada topu. İzzət alır topu burada. Mövlan gözəl ötürmə və Ayaz Həsənov yenə 1 metr məsafədən topu boş qapıya göndərə bilmir Ayaz Həsənov. Özbək futbolçu daqiqə şotuna hücumda oynayan oyunculardandır. Fariz Mustafayev gözəl ötürmə. Yenə burada Paşayev Müzəffər. Bu gün Ağların 2 kesilməz səddi var. Müzəffər və Maksim Ivashchenko. Aslan Maksim. Amma top çıxmayıb. Elvin Qurbanov yenə Aslan. Oy Aslan. Üzr istəyirəm. Maksim Ivashchenko mükəmməl seyf etdi. Əks hücum təhlükəli ola bilər. İzzət topladı. İzzət ötürməsi Mövlan Abbasov. Ayaz. Ayaz xaliqələr yaradır. Ayaz Həsənov bu dəqiqələrdə boş qapıya necə vurmamaq olar onu göstərir bizə həqiqətən. Daha bir zərbə və qol. Avtogol. İman Quliyev topu öz qapısına göndərir. İman Quliyev Ayaz Həsənova sən vurmasan da mən vuraram deyir və öz komandasına qol vurur. 7-4. Bəli, bu dəqiqələrdə Ayaz Həsənov. Topu boş qapıya necə vurmaq olar onu göstərir bizə. 7-4. Ağlar öndədir. Elvin topladı, Elvin. Ayaz topu aldı. Ayaz Həsənov, özbək oyuncusu. Müzəffər. Ötürməsi. Toğruldan Müzəffərə təhlükə ola bilər. Müzəffər rəqibini keçdi burada. Amma yox, Aslan. Bu qarşılayır Aslan. Aslan ötürməsi Elvin Qurbanov. Elvin rəqibini keçdi, sürətli Elvin gözəl ötürmə. Elşad. Abdullayev, üzr istəyirəm. Abbasov Elşad. Yerindədir. Dubl edir burada. Və Göylərin 5-ci qolunu vururlar. Təbii ki, Qurbanov Elvinin keçidini də qeyd etmək istəyirəm. Sol cinahla sürətli bir keçid və ötürməsi Elşad Abbasov dubl edir. Hesab arasındaki fərqi 2 stop edir. İkinci hissədə oyunun bitməyinə artıq son 10 dəqiqə
Toğrul. Toğrul rəqibini keçirmir. Yox, Aslan. İcazə vermədi ona. Aslan. Aslan topladı Aslan. Aslandan göz ötürmə Elşad. Elşad Abbasov Elşad. Elşadın ötürməsi Elvinə. Elvin topu saxladı Elvin. Elvin! Ay ay ay. Qurbanovun zərbəsi. Top qapının yanından keçir. Mövlan Abbasov ötürmə. Aslan topu saxlayır burada. Aslan. Aslan topladı Aslan. Top Aslandadır. Ne deməkdir bu da Aslan? Out. Və təbii ki, ağıllı fikirləşdi burada. Risk eləmədi, topu altdan çıxartdı. Ağlar başlayır oyuna. Mövlan. Mövlan. Buradan müdafiədə İman gözəl oynayır, amma top yenə ağlardadır. İzzət gözəl ötürmə yenə burada İman. Təhlükə ola bilər 2-2 epizod. Elvin Qurbanov. Elvin topladı. Elvin. Elvin. Rəqibini keçdi mi? Keçdi Elvin. Topu çəkdi. Sağ cinahı amma burada. Gənc oyuncu Məhəmməd topu tuta bilmir. Ağlar başlayır oyuna 7-5. Oyunda son 9 dəqiqə. Ötürmə Aslan yerindədir. Ağlar. Aslan gözəl ötürmə. Elvin Qurbanov. Elvin topladı. Elvinin zərbəsi yox. Maksim. Ötürmə. İzzət. İzzətdən gözəl hava ötürməsi Mövlandı topu. O gözəlliyi də saxlayır amma Faris çıxır topu. Oy. Burada təhlükəli epizod. Top ağlardadır. Toğruldan gözəl ötürmə. Müzəffər topu saxladı Mövlan. Mövlandan Müzəffərə gözəl hücum izləyir ağlardan. Ötürmə Ayaz yenə burada. Boş qapıya necə vurmamaq olar onu göstərir bizə yenə Həsənov Ayaz. Elvin Qurbanov topladı Elvinin gözəl ötürməsi və Məhəmməd çox təəssüf. Topu saxlaya bilmir. Günün ulduzu Ayaz Həsənov. İzzət topladı İzzət. Rəqiblərini keçir İzzət. Ay. Out. Mövlan Abbasov rəqibini keçdi Mövlan. İkinci rəqibini keçdi Mövlan. Ötürmə Paşayev. Müzəffər. Müdafiəçi. Yeni transfer. Şəkinin Lays komandasına transfer edilən Müzəffər. O da öz qolunu vurur komandasını. Səkkizinci qolunu vurdu və hesablaşdıq fərqi 3 top edir. Göylər mərkəzdən başladı oyuna. Elşad Abbasov topladı Elşad. Rəqiblərini keçir ötürmə Elvin Qurbanova Elvindən qüvvətli zərbə Maksim. Başı yerindədir. İzzətin ötürməsi. Elşad topu saxladı burada. Ötürmə Məhəmmədə Məhəmməd. Yox. Mövlan Abbasov. Mövlan topladı. Mövlan. Mərkəzə ötürmə. Toğrul yendir onu qaytaracaq. Çox təəssüf. Gözəl düşünülmüş hücum oydu. Elvin Qurbanov. Gözəl ötürmə Məhəmməd. Məhəmməd. Ötürmə. Mövlan Abbasov. Out. Göylər başlayır. Elşad. Rəqibini kəsə bilmədi burada amma top yenə out. Topun arkasında Toğrul. Oyunda son 5 dəqiqə. Ağlar 8-5 öndədir. İzzətin ötürməsi kesin burada. İzzət ötürməsi kesin burada. Məhəmməd və qapıcı Faris. Gözəl ötürmə. Aslan topu saxladı burada. Təhlükəli ola bilər Aslan. Aslan topladı Aslan. Aslanov Aslan. Makedoniyalı futbolçu yenəcək burada. Aslan. Ötürməsi Elvin Qurbanov. Çəkdi sağına Elvin. Top ondadır. Rəqibini keçir Elvin. Oy. Qapı dirəyi. Qurbanov Elvin. Yaxtı gətirmir. Qapı dirəyi. Ağlar başladı outdan Mövlan. Ötürməsi Toğrula Bəhmanzadə. Təhlükəli ola bilər. Toğrul gözəl ötürmə. Mövlan Abbasov və gol. Bəhmanzadə Toğrul. Növbəti qolunu vurur. Komandasının 9-cu qolunu vurur.
Özünün ikinci golunu. Daha 9-5'idir hesabı. Oyunun bitməyinə son 5 dəqiqə. Göylər başladı oyuna. Elvin Qurbanov. Elvin və Maksim Ivashenko. Ötürmə, Aslan. Aslanın qüvvətli zərbə yenə Maksim. Daha bir zərbə yenə burada. Bu dəfə isə Ağların bəxti gətirir. Ağlar başlayır oyuna. Maksimə hava ötürməsi. Ayaz Həsənov topu saxladı. Ayaz topladı. Ayaz. Və o baş hakim oyunda son fiti səsləndirir. Bugünkü oyunda bitir. 9-5